Allah köməyiz olsun, dəyər verib bu şəhidin mərasiminə, tədbirinə gəlmişdir. Anırsınız. Lakin bu anıma sözündən mənim xoşum gəlmir. Şəhidlər daima qəlbimizdə yaşayırlar. Yaşananı anmırlar ki. Yaşananla yaşayırlar, yaşananla sevinirlər. Bayrağımız qalxanda qürur duyurlar. Dövlətimiz maşallah dünyanın bəlkə də ən qüdrətli dövlətlərindən biridir. Söhbət barmaq boyda olmaqla geçmir. Ərazisi. Lakin bizim bir qüdrətimiz var. Bax şəhidlərimiz o qüdrəti bizə qaytardılar, çatdırdılar bizə, onun şahidliyin elədilər. Bayaq bir məclisdeydi, Rafail Şiir məclisində bizim bu ad-sevər, bayraq-sevər, qüdrətli, bu millət-sevər bir insanlar Cəlilabadda yaşayırlar və şükür Allah hamımıza şahid olduk. Adicə o suallar o növbəyə dayanırdılar. Hasarın üstündən aşıb gedirdilər 44 gündə komissarlığın qarşısında. 30 il ərzində biz Cəlilabadla bir ad qoymuşuq, ad qazanmışuq Qarabağ döyüşlərində bütün Azərbaycanın o biri bölgələrinə olan belə münasibətlə. Cənublular oldu. Biləsuvardan başlayır, bizdən keçir o tərəfə, Talış qardaşlarımızla bir yer. Necə ola bilər ki, yəni 10 minlərlə insanın yəqin ki 10 minlərlə qohumu, əqrəbası, sevdalısı, ailəsi olur. Cəlilabadda əgər 10 minlər bunu bilirsə, deməli, xoş bizim halımıza. Yəni o sözlər, dünən Ağdam'dır. Azərbaycanın hər yerindən gəlmişdir. Allah şahidi, əsədin Allah köməyi olsun. Bu da bizim arxa cəbhə qəhrəmanımızdır. Yaşar ön cəbhə qəhrəmanıdır. Allah yüzün ağ eləsin, məni çörəyə çatdırdı. Bu da arxa cəbhə qəhrəmanıdır. Özü də şahidliklə çəkiliş də oldu. Mən də xanımın üstündən bir neçə kəlmə söhbət danışdım. Qəbrinin, mübarək qəbrinin üstündə. Biz Cəlilabadlılar çox fərqliyik. Ən birinci yaşayış məntəqəsidir. Bu cəmaat, yəni şəhid sevərlikdə biz birinciyik. Onu mən demək istəyirəm yəni. Hətta vaxt oldu biz Əhməd Abdullayevlə Fərid Əhmədovun o mübarək bədənlərin cənnətə uğurlayanda elan elədik. Cəlilabad elə belə bir yer deyil. Biz 2 şəhid yox, 2000 şəhid yox, 20.000 şəhid yox. Cəlilabadın ardını dəyişib Şəhidabad qoyarıq. Hətta bu fikrimiz mən burada elan elədim. Qadirik, gücümüzlə çatır. Özü cümlə qadir. Can da verməyə, qan da tökməyə. Hətta bir ara o Şəhidabad söhbətləri getdi, sonra da soydu. Nə gözəl olardı Cəlilabadın adı Şəhidabad olardı. Bəyən bizim qədər şəhid sevər, bizim qədər şəhidlərlə yaşayanlar, onların valideynlər, misal üçün, burada 2 şəhid atası oturur. Hələ o birisiləri bilmirəm. Belə. Onlar əgər öz övladların, təbii onlar da bizim kimlər, təkcə öz övladların haqqında fikirləşmirlər. Bir yerdə gəlsinlər, o bir şəhidlər haqqında da narahat olurlar. Onlar narahat olmayan da yəni düşüncələrində var da, bunların ruhunda var. Lakin bəyən biz veteranlar, biz qazilər, Allahın şahidləri oturublar burada. Bəyən biz hər bir şəhidlə yaşamamışıq. 321 şəhidimiz var. Yəni statistika ilə 50'si 51 mənim zənimcə 51'i şeydir, bu statusu olmayan şəhid. Lakin biz onları şəhid sayırıq. Şəhidi məmləkət, şəhidi yaşayanlar, yaşayış məntəqəsində olanlar, sakinlər sayar. Da indi o rəsmi surətdə şəhid, rəsmi boyda kağız arayış verilmir. Bu boyda kağız partilər, lakin statusları yoxdur. Ona görə hərdən zərafada deyirəm, Füzul mənim, sən statusu olanlarla, şəhid aliləri və qazilərlə məşğulsan, biz də status olmayanlarla məşğuluz. Biz daha qüdrətliyik. Çünki bizim o məşhurluğumuzun içində bir vətən sevgisi var, cəmaat sevgisi var, əhali sevgisi var, şəhid sevgisi var. Ona görə yəni daş tərəziyə qoysuq, yenə deyirəm, Hüseyin ağanın mən belə can qardaşımdır. Müqəddəsliyi olan bir kişidir, keçmişdən tanıyıram. Mən 321 şəhidin yükün daşıyıram, yükün nə mənada? Müqəddəs yükün daşıyıram, sevgi ilə anıram onları. Bağırma basam evladların, valideynləri kim olsa ailələrindən, qohumların, əqrəbələrin. Yəni bilmiyorum biz əgər övladımız şəhid deyilsə biz şəhidliyin nə olduğunu bilmərik. Biz şəhidliyin nə olduğunu şəhid atalarından da çox yaxşı bilirik. Çünki o şəhidlik yerində, məkanında biz döyüşmüşük. Şəhidlik məkanında biz yanımızda şəhidlərin ruhları göyə Allah məqamına uçanda onu da hiss edirdik. Gülə-gülə gəlirdilər və gülə-gülə gedirdilər.
Cəsədləri mübarək bədənləri qardı üzərində təbəssüm var idi. Güya bəyəm biz onu bilmirdik, biz onu bilirdik. Həmişə də eləmişik, həmişə də bir cəllabadlı olaraq bütün Azərbaycana sübut eləmişik. Bir daha Allah qəbul eləsin. Hətta duraya qədər bayaqdan gərək səni çoxdan ayağa qaldıraydım mən. Hətta bizim can qardaşımız, Fəttahla biz illər boyu bir yerdə çalışmışıq. Dövlətçiliyimizə xidmət eləmişik. Alnı açıqdır bizim yanımızda da, bizim alnımızı da açıq eləmişsən. Başımızı dik eləmişsən. Sənin köməyin olsun dövlətçilik yolunda xidmətlərinə görə. Bir daha ruhları şad olsun, şad olsun. Çox sağ olun, dəyər verib gəlib iştirak edirsiniz mərasimdə. Oldu, sağ olun.